Salam uşaqlar. Bugün 4 aprel 2023-ün buraxılış imtahanı analiz edək. Yəni suallara bir-bir baxaq. Deməli, birinci sualla başlayaq. Permutasiya 5-dən 5 çıxılsın. Permutasiya 4-dən 4 yazılıbdır. Permutasiya 5-dən 5, 5 faktorial deməkdir. Bunda qiyməti neçəyə bərabər idi? 120-yə. Gedək permutasiya 4-dən 4-ə. Permutasiya 4-dən 4 də 4 faktorialdır. Bu da neçəyə bərabərdir? 24-ə. İndi deməli, alınan cavabları bir-birlərindən nə etmək istəyir bu? Çıxmaq. 120 çıxılsın 24 bərabərdir neçəyə? 96-ya. Deməli, düzgün cavab A variantı olacaq. Keçək ikinci suala. İkinci sualda nə verilibdir? Funksiya verilibdir, kvadratik funksiyadır. Deyir ki, aşağıdakı nöqtələrdən hansı bu funksiyaya aiddir? Nöqtə ora aiddirsə, uşaqlarım, nöqtə söhbətlərində qızıl qayda nə idi? Yerinə yazıb yoxlamaq. Yəni yerinə yazmaq lazımdır. Bir-bir yazıram. Şifahi də həll edə bilərik. 3-ü vursam, yəni x-in yerinə 0 yazmalısınız, y-in də yerinə -2. Əgər doğru bərabərlik alınırsa cavab odur. A variantına baxaq. 3 vur 0-ın kvadratı çıx 5 bərabərdir. 3-ü vuranda uşaqlar 0-ın kvadratına, burada da 5 çıxanda görək nə qalacaqdır. 0-ın kvadratı eləyir 0. 3-ü də 0-a vururam eləyir 0. 0-dan da 5 çıxanda nə eləməlidirlər? -5. Onda bu variant deyil. Keçək B variantına. Deyir ki 3 yaz. 3 yazıram görüm. 3 vur, x yerinə 3 yazsam. 3-ün kvadratı çıxılsın 5. 3-ün kvadratı nə eləyirdi? 9. 9-u 3-ə vuranda nə verəcək? 27. 27-dən 5 çıxanda neçəyə bərabər olacaqdı? 22-yə. Amma adam deyir ki, yox, cavab -3-dür. Deməli, bu da deyil. Keçək C variantına. Deyir ki, yerinə 5 yaz. 3 vur, 5-in kvadratı. Çıxılsın 5. 5-in kvadratı eləyir 25. 3-ə də vurdum, elədi 75. Buradan da 5 çıxdım, nə elədilər? 70. Bu variant da deyil. D variantına baxaq. Deyir ki, yerinə -5 yaz. 3 vur, -5-in kvadratı, çıx 5. Yenə bu eləyir 25, yenə 3-ə vurdum 75, yenə 5 çıxdım, qoyurdu mənə 70. Bu da deyil. Deməli, böyük ehtimalla, yəni daha doğrusu 100%-lə ki, Y variantı olacaq. Sadəcə doğruluğunu yoxlayaq. Y variantında deyirdi ki, x-in yerinə 2 yaz. 3 vur 2-nin kvadratı çıxılsın 5. 2-nin kvadratı 4. 3-ə vurdum 12. 12-dən 5 çıxdım, nə elədilər? 7. Həqiqətən də x-ə 2 verəndə y-i 7 elədi. Deməli, düzgün cavab nə oldu? Burada da A variantı oldu. Keçək 3-cü suala. 3-cü sualda kompleks ədədin modulunun tapılmasını istəyirdi bizdən. Kompleksin modulu necə tapılır uşaqlar? Bunun x-i ilə B-si Pifaqor teoremi tətbiq olunur. Yəni kökün altında onların kvadratları toplanılırdı. Onda 8-in kvadratı, üstə gəl onda 6-nın kvadratı. Bu da eləyir elə kökün altında 1. Buradan da nə çıxacaqdı 1? Çünki bura eləyir %64. Burada eləyir %36. Toplayanda eləyir %100, yəni 1. Birdən də nə çıxırdı cavab olaraq? 1. Dördüncü suala baxaq. Loqaritma sualıdır. 4 vur LC 5, üstəgəl LC 16. LC 16 yerinə 16, 2-nin üstündə 4 demək də düzdürmü? 4-ü ata bilərəmmi qabağa? Çünki loqaritma qüvvəti önə vuruq kimi göndərirdi. Nə elədi? 4 vur LC 5, üstəgəl 4 vur LC 2. Ortaq vuruq nədir burada? 4. Kənara aldım. Nə qaldı geriyə? LC 5 plus LC 2. Toplama nəyə qaydırdı? Özü ikisi də fikir verin 10 əsaslı da, düzdürmü? Əsaslar eyni olanda toplama nəyə qaydırdı? Vurmaya. 5-i vururam 2-yə nə eləyir? 10. Qabağında da 4 var idi, düzdür? 4 vurulsun LC 10. LC 10 da neçədir elə? 1. 4-ü 1-ə vuranda nəyə bərabər olacaqdılar? 4-ə. Keçək 5-ci suala. Kosinus vur tangens. Kosun öz açılışı yoxdur, amma tangens kimin kimə nisbəti idi? Sinin kosa. Burada kimlər ixtisar gedir? Baxın, koslar getdi. Nə qaldı geriyə? Sin. 6-cı sual da sadə sualdır. X bölünsün n, böl x kvadratı bölünsün m. Biz nə demişdik dərsdə? Kimin qabağındakı bölmə işarəsi var? O tərsə çevrilir, vurma şəklində yazılır. Burada x-dan 1 dənədir, burada 2 dənədir. X-ə ixtisar eləsəm hər tərəf yuxarıda qalır 1, aşağıda qalır x-dan 1 dənəsi. Deməli, aşağıda nələr qaldı? Nx, yuxarıda nə qalmışdı? M. Deməli, düzgün cavab hansı olacaq? A variantı. Keçək 7-ci suala. 48-in 8-də 7 hissəsini tapın. Ədədin hissəsini tapanda ədəd hissəyə vurulurdu. 48 ilə 8 getdi, 6 qaldı. 6-nı da 7-yə vurdum. Neçə elədilər? 42. Keçək 8-ci suala. 8-ci sualdan davam eləyək uşaqlar. Deməli 4 kök 3 çıxır 2-nin kvadratı, bir də 16 kök 3 verilmişdi. Burada A çıxılsın B-nin kvadratı düsturu var. Necə açılırdı bu? A-nın kvadratı plus B-nin kvadratı minus 2AB. Yazaq 4 kök 3-ün kvadratı. 4-ün kvadratı nə eləyir? 16. Kök 3-ün kvadratı nə eləyir? 3. Yəni 16 vurulsun 3 qısaca. 48. Üstə gəl. İkinci ədədim 2-dir. Bunun kvadratı. Çıx. Bunların hasili. 4-ü 2-yə vuranda, 2 kök 3-ə vuranda
Daha doğrusu 2-ni 4 kök 3-ə vuranda nə eləyirdi? 8 kök 3. 2 dəfə də artıranda nə eləyəcəklər? 16 kök 3. Bildinizmi? İrrasional hissəsinə baxma edə bilərsiniz. 4 vur 2 eləyir 8, 2 misli də eləyirdi 16 kök 3. Və ardınca da buradakı ifadəni yazaq. Plus 16 kök 3-dən. Bunlar ixtisar gedir, islah gedir daha doğrusu bir-biri ilə. Qalır geriyə 48 plus 4. Bu da bərabər olacaqdı nəyə? 52-yə. Keçək 9-cu suala. Diaqonalı kök 8 olan kvadratın tərəfini tapın. Hazır formulu da var. Uşaqlar, formul necə idi? Diaqonal nəyə bərabər idi? A kök 2-yə. A kök 2-ni adam neçəyə bərabərləşdirib? Kök altında 8-ə. İstəyirsiniz kökdə 8-i çıxarda da bilərsiniz. İstəyirsiniz birbaşa vurmada bölmə kimi yazaq. Kök altında 8-i bölürəm 2-yə. Eləyir kökün altında 4. 4-dən də neçə çıxacaqdı deməli qiyməti? 2-yə bərabər olacaqdı. Ya da kök 8-i parçalaya da bilərdik. Deyərdim kök 8 nəyə bərabərdir? 4 vur 2. 4-dən nə çıxardı? 2 kök 2. Bu da diaqonalın formulu A kök 2 idi. Köklər yenə ixtisar getdi. Yenə nə qalırdı bizə qiymət olaraq? 2-yə bərabər qalırdı. Keçək 10-cu suala. 10-cu sual fəzada düz xəttlər, mail və müstəvi mövzusudur. Nə veriblər bizə? Müstəvidən 7 sm məsafədə olan bir nöqtə var, qeyd elədim. Proyeksiyası 7 sm olan bir mail çəkilib, onu da qeyd elədik. Və bizdən soruşur ki, mailin müstəvi ilə əmələ gətirdiyi bucaq. Baxın uşaqlar, hətta mailin öz uzunluğunu da deyə bilərik buradakı. A kök 2 formulu var idi. Hansı halda tətbiq eləyirdik bunu? 45-45-90-da. Buna nə deyirdik? Üçbucaq baxımından. Bərabər yanlı düzbucaqlı üçbucaq. A kök 2 varsa, deməli əmələ gələn iti bucaqlar 45 dərəcəyə bərabərdirlər. Keçək 11-ci suala. 11-də nə veriblər bizə? Deməli, maşın birinci saat 60 kilometr yol gedibdi. Hər sonrakı saatda isə əvvəlkindən 8 kilometr artıq yol gedibdi. Maşın 480 kilometr yolu neçə saatda 480 kilometr yol gedibsə, neçə saat yolda olubdu? Deməli uşaqlar, bu silsilə sualıdır. Nə veriblər bizə? Birinci saatda, yəni A1-in qiyməti bərabərdir 60-a. Hər sonrakı saatda əvvəlkindən 8 kilometr artıq yol gedir. Deməli, silsilə fərqi bərabərdir nəyə? 8-ə. Cəmi 480 kilometr yol gedib, yəni SN bərabərdir 480-ə. Burada da saatları biz N-lə işarələmişdik. O da deyir ki, neçə saat cəmi yolda olublar. Yəni N bərabərdir sual. SN-in 2 dənə formulu var, düzdürmü? Formulları yazaq. A1 plus AN bölü 2 vur N. Amma bu düstur burada keçmir. Yəni bundan sonra artıq nəyə gedərik uşaqlar? SN-in ikinci formula. İkinci formul nə idi? AN-i atmaqla alınırdı. 2A1 üstə gəl, N minus 1D böl 2 vur N. Baxın, bu formulu tətbiq edəcəyik. SN-in yerinə hazır qiymətini yazıram. 480 bərabərdir. 2 vurulsun A1. A1'im neçədir? 60. Üstə gəl. D vur N çıxılsın 1. D neçədir? 8, amma N-i bilmirəm. N çıx 1. Böl 2. Vur yenə N. N-i yenə də qiymətini bilmirəm. Elə bu formada da saxlayaq. Deməli, qiymətlərinə baxaq, görək nə formada tətbiq edə bilərik bunları. 480-i 2-yə vururam çarpaz, eləyir 960. Buranı vurub açıram. 2-ni 60-a vurdum 120. Üstə gəl 8-in. Çıx 8, yəni burası 8 idi, 8-i 1-ə vurduq. Bir də mötərizə xaricində də nə yazaq burada? Vurulsun N. Ki, qiymətlərini hesablamaq asan olsun. Yazıram N vur 8N. 120-dən 8 çıxıram, eləyir müsbət 112, bərabərdir 960. Vurub açıram 8N-in kvadratı, üstə gəl 112N, çıxılsın 960, bərabərdir 0. Burada da bütün elementləri uşaqlar 8-ə bölə bilərəm. 8-ə bölüm nə qalır görək? N-in kvadratı, üstə gəl 14N, çıxılsın 120, bərabərdir 0. Deməli, toplayanda viet yarimindən köklərini tapaq. Cəmi mənfi 14, hasili də 120, mənfi 120 eləyən ədədlər. Deməli, N ya bərabər ola bilərdi mənfi 20-yə, ya da bərabər olardılar müsbət 6-ya. Və zaman mənfi anlayış ola bilmədiyinə görə, deməli, saat neçəyə bərabər imiş? N-imiz bərabər imiş 6 saata. Keçək 12-ci suala. Oturacağının sahəsi 4 pi olan silindrin ox kəsiyi kvadratdır. Yəni bu bərabər tərəfli silindirdir və silindrin ox kəsiyinin sahəsini tapın. Nəsə bu sualda bir ox kəsiyi, ox kəsiyinin sahəsini tapın. Ox kəsiyi verilməmişdir. Oturacağının sahəsi pi r kvadratıdır. Pi r kvadratı bərabərdir 4 pi-yə. Pi'ləri apardım. R-in kvadratı 4 elədi. R də bərabər oldular nəyə? 2-yə. Keçək silindrin ox kəsiyinin sahəsinə. S kəsik deyək də bura. S ox kəsik. Bu nəyə bərabər idi? 2R vurulsun H-a.
və belə çəkək də bərabər tərəfli silindr kimi göstərək. Ox kəsiyi kvadrat idi. Radiusu neçəyə bərabər idi? 2-yə. O da burada uşaqlar, o bərabər tərəfli silindirdə elə iki yerdən h bir-birlərinə bərabərdirlər. Yəni h-ın yerinə yenə 2 yer yaza bilərdiniz. 2 yer vur 2 yer də deyə bilərdik. 2 vur 2 nə eləyəcəkdi? Burada qiymət olaraq 4. Bir də qaldı geriyə nə? R vur R də R-in kvadratıdır. R-in özü də 2-dir. 4 vurulsun 4 bərabər olacaqdı neçəyə? 16-ya. Deməli 12-də də doğru cavab B variantı oldu. Keçək 13-cü suala. Uzunluğu 260 metr olan borunu iki hissəyə böldülər. Birinci hissənin 24%, ikincinin 54%-nə bərabərdir. Onu da belə eləyək. A-nın B-yə nisbəti 24-ün 54-ə nisbətidir, düzdürmü? 24-lə 54-ü neçə ixtisar eləyə bilərik? 3-ə aparsaq nə qalacaq geriyə? Deməli, buradan qalacaq 18, buradan da qalacaqdı 3-ə bölmüşdük də 8. Hətta bunlar da yenə 2-yə ixtisar gedər. 6-ya gedir deyə daha doğrusu. 6-ya böldüm, verdi nə? 4-ün 9-a. A-nın B-yə nisbəti deməli nəyə bərabər imiş? 9-un 4-ə. A yerinə nə yaza bilərdim? 4x. B yerinə nə yaza bilərdim? 9x. İndi bütöv parçanı bizə neçə verib də adam? 260. 4x plus 9x bərabərdir 260-a. 4x ilə 9x-i toplayanda nə elədi? 13x. 260-ı 13-ə bölürəm. X nəyə bərabərdir? 20. Bu bizə nəyi soruşur? Böyük hissə. Böyük hissə təbii ki, hansıdır? 9x-dir. 9, x-i də neçə tapmışam? 20. 9 vur 20 bərabərdir neçəyə? 180-ə. Keçək ki, 14-cü suala. Sadə xətti bərabərsizlikdir. Vurub açıram. 5-i x-a vurdum, 5x. Çıxılsın. 5-i 2-yə vurdum, 10. Üstə gəlinsin, 15. Vurub yenə açıram. 2x minus 2. 5x-dan. X-ları yığaq sola, ədədləri yığaq sağa. 2x. 15-dən 10 çıxanda eləmişdi müsbət 5. Müsbət 5 amma bu tərəfə nə cür keçirdi? Mənfi 5 şəklində keçirdi, düzdürmü? Burada da var idi bir dənə geriyə. Neçə idi bizdə? Mənfi 2. 5x-dan 2x çıxdım, 3x. Burada da neçə veriblər bizə? 7. İndi bu bərabərsizliyi həll eləyək. X nəyə bərabər olacaqdı? Mənfi 7 bölünsün 3-ə. Deməli, x mənfi 2,3-də 7-də 3-ü çevirə də bilərsiniz də. 7-nin içərisində mənfi 2,3-də 1-dən böyük ədədlərdir. Keçək nəyə? Bütün tillərin uzunluqları cəmi 24 olan tetraedrin tilinin tapılmasını istəyir bizdən. Tetraedrin uşaqları 3 dənə yuxarıda, 3 dənə də aşağıda tili var. Yəni 6 dənə tili var da, düzdürmü? 6A bərabərdir 24. A da bərabər imiş nəyə? 4-ə. Deməli 15-in cavabı da A eləyəcəkdir. 16-cı sualdan davam edək uşaqlar. Loqaritmik ifadədir, tənlikdir daha doğrusu. Loqaritma 2 əsasdan x plus 1 idi. Bir də bu tərəfdə də loqaritma 2 əsasdan var. Onda onları yanaşı gətiririk. Çıxma olanı göndərirəm bu tərəfə. Eləyir loqaritma 2 əsasdan 3x minus 1. Burada da qaldı geriyə neçə? 5. Toplama nəyə qayıdırdı loqaritmada uşaqlar? Vurmaya. Loqaritma 2 əsasdan. Deməli, x plus 1 ifadəsi vurulsun 3x minus 1 ifadəsi. Bu bərabərdir neçəyə? 5-ə. Sadə loqaritmik tənliklərdə 2 5-ə yüksəlməlidir, düzdürmü? Əvvəlcə gəlin buranı içəni vurub açaq. X-i 3x-a vurdum, 3x kvadratı. X-i mənfi 1-ə vurdum. 1-i 3x-a vurdum və 1-i mənfi 1-ə vurdum. Elədi 2 üstündə 5. Yəni əsas qüvvətə yüksəldi. İndi səliqəyə salaq 3x kvadratı, üstə gəl 2x. Çıxılsın nəyə bərabər edilər deməli 32-ni də göndərdim bu tərəfə 33 bərabərdir 0. Elementlərin heç biri, yəni daha doğrusu hamısı 3-ə bölünmür deyə çevrilmiş kvadrat tənlik kimi gətirə bilmirik. Ona görə gedirik diskriminanta. Diskriminant bərabər idi. B-nin kvadratı çıxılsın 4 vurulsun, A vurulsun, C. Bu da bərabər olacaqdı 4. Mənfini mənfiyə vuranda müsbət eləyirdi, 396 eləyirdi. Bu da 400-ə bərabərdir. Və 400 də kimin kvadratıdır uşaqlar? 20-nin. Gedək x1-in formuluna. x1 deyirdi ki, b-ni əksinə götürür. Bizim tənliyimiz hansıdır? Baxın, itməsin. B-nin əksi, yəni mənfi 2, üstə gəl diskriminantın kökü, bölünsün 2a, a-sı da 3-dür. 20-dən 2 çıxdım, elədi 18. Bunu da 6-ya böldüm, bərabər oldular 3-ə. x2-ni tapaq. X2-də də bu dəfə araya çıxma qoyaq. Mənfi 2, mənfi 20, 2 vurulsun 3. Mənfi 22, burada da 6. 3-ə də daha doğrusu 2-yə ixtisar eləyirəm. 11 bölünsün 3 eləyirdi mənfisi ilə.
Burada 2 vurulsun 3 ellər düzdür. Hə. Bunu da çevirəndə 3,3 eləyir də. Bir də prosta nəyi nəzərə almalısınız uşaqlar? 2 dənə kök tapmışıq biz burada. Biri müsbət 3-dür, biri də 3,2-dir, yəni mənfisi ilədir. Amma biz dediyimiz köklərə görə məsəl üçün adi buranın təyin oblastını götürək. 3x-1 böyük olmalıdır 0-dan. Yəni 3x 1-dən böyük olmalıdır. X da 3-də 1-dən böyük olmalıdır. Qısaca x mənfi ola bilməz. Yəni tapdığımız bu kök itir. Onda ancaq x nəyə bərabər ola bilərmiş? Yeganə kökümüz neçəyə bərabər idi bizim? Deməli, 3-ə bərabər imiş. 17-ci suala baxaq. S nöqtəsindən çevrəyə AB və AT toxunanları çəkilibdir. Daha doğrusu AC və AD toxunanları olmalıdırlar. O da onlar bir-birlərinə bərabərdirlər. Bunu aydınlığa gətirək. BD-yə diametr sən deyib, bura 60 dərəcə verib, BD-nin də 12 sm veribdir. Biz burada nələri tətbiq edirik? Bir-bir üstündən keçək. Toxunanlar bir-birlərinə bərabərdirlər. Hə. Təpə bucağı 60 olan bərabər yanlı üçbucaq. Eyni zamanda bərabər tərəfli üçbucaqdır. Hə. Onda bütün daxili bucaqlar 60-60-dırmı bu üçbucaqda? Hə. Başqa nə edirik? Diametr və yaxud da ki, hə, elə diametr kimi götürək. Radius və ya diametr toxunana perpendikulyar olmalıydı. Hə. Onda burada 90-dırsa bu bir tərəfdə 90 olmalıydı. 90-dan 60 çıxıram ki, bu balacaya neçə dərəcə düşür? 30. Daha sonra A bucağı daxili bucaqdır. Qolları diametrə açılır. Ona görə də A bucağı 90 dərəcə olmalıdır. Düzdür. Burada 30 var, burada 90 var. Geriyə nə qaldı buradan da? 60 dərəcə. İndi baxaq görək kimin qiyməti verilib. Diametrin qiyməti verilmişdir bizə 12 sm. AB və tərinin uzunluğunun tapılmasını istəyir. 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdır. Deməli, AB-nin uzunluğu bərabər olacaq 6-ya. 18-ci suala baxaq. Tənlik verilibdir və deyir ki, bu verilən ədədlər n-in hansı qiymətində bu tənliyin həlləri olarlar, yəni kökləri olarlar. Biz bilirik ki, əvvəl yazılan absisdir, sonra yazılan da ordinatdır. Onda harda uşaqlar x görürüksə, baxın, harda x görürüksə yerinə n+2 yazacaq. Harda y görürüksə yerinə 3n-4 yazacaq. Gedək deməli. Buradan yazaq sıxsınlar. Deməli, çəkək bunu. X gördüyüm yerə n+2 yazacaqdım. Yazıram n+2-nin kvadratı üstə gəl. Y yerinə yazacaqdım 3n-4. Y-in kvadratı deyir. Mən də deyirəm 3n-4-ün kvadratı. Çıx 4n vur. X yerinə yazıram yenə n+2. Çıx 6n vur y. Y yerinə yenə yazıram 3n-4. Üstə gəl 13n-in kvadratı bərabərdir 25. Bu formada veriliblər. Gedək indi ifadəni səliqəli vəziyyətə salaq. Açaq. Müxtəsərlər görürüksə vurub müxtəsəri tətbiq edirik. Vurub paylama qanunu varsa paylayırıq. n+2-nin kvadratı. N-in kvadratı üstə gəl 4, üstə gəlsin 4n. Belə açılır da, düzdürmü? A çıx B-nin kvadratı ilə 3n çıx 4 açıram. 9n-in kvadratı üstə gəl 2-cinin kvadratı. Çıx. 3-ü 4n-ə vuranda 12 eləyirdi. 12-ni də 2 dəfə artıranda 24n eləyirdi. Keçsik bu tərəfə. 4n-i n+2 paylama ilə vuraq. 4n-in kvadratı çıxılsın 8-in. 6-ni 3n-ə vuraq. Çıx 18n-in kvadratı. Üstə gəlsin 24n. Və ardınca nə gəlirdi? Üstə gəl 13n-in kvadratı. Çıx 25 bərabərdir 0. İndi gəlin səliqəyə salaq. N kvadratlarını səliqəyə salıram əvvəlcə. N kvadrat 1 üstə gəl 9 elədi 10. 10-dan çıxdım 4-ə elədi 6. 6-nın üstünə gəldim 13 elədi 19. 19-dan çıxdım 18-i qaldı geriyə bir dənə n-in kvadratı. Keçək n-lərə. Əvvəlcə mənfi 24-ni müsbət 24-dən islah eləyim getsin. N-lərdə nə var? 4n çıxılsın 8n var. O da eləyir mənfi 4n. Bunları da silək getsin. Qaldı geriyə sərbəstlərimiz. Deməli, burada var idi 4. Burada eləyirdi 16. 4 plus 16 20. 20-dən də 25 çıxdı. Nə verdi mənə? Mənfi 5. Deməli, belə bir tənlik alındı. Viet teoremi ilə gedə bilərik. Vietə görə cəm ortadakının əksi idi. Müsbət 4 idi. Hasili isə kənardakı elementin özünə bərabər edir. Mənfi 5-ə. Onda toplayanda 4 vuranda mənfi 5 eləyən ədədlər hansılardılar? Mənfi 1 ilə müsbət 5. Deməli, n-in qiymətləri neçəyə bərabər ola bilər uşaqlar? Ya mənfi 1-ə bərabərdir və yaxud da ki, müsbət 5-ə bərabərdir. Keçək 19-cu suala. 19 biraz uzundur. Məsəl üçün, burada çətin sayıla biləcəkmi deyim, uzun sayıla biləcək məsəl üçün misal varsa, bunlardan biri də 19-lar. 19-da necə yazıram? 8 yerinə yazıram. 2 vur 2 vur 2. Yazıram sonra sinus x, kosinus x. Ardınca nə gəlibdir? Kosinus 2x yazılıbdır. Bunda ardınca nə yazılıbdır? Kosinus 4x. İndi dənə baxın. Burada 3 dəfə sinusun 2 qat düsturunu tətbiq edirəm. 2 sin kos nəyin açılışıdır? Sinus 2x-in. Bu 2, bu sinus 2x-dan, bu kosinus 2x-dan birləşir. O da nəyin açılışıdır?
2x'i 2 dəfə artırıram, nə eləyir? Sinus 4x. Yenə bu 2, bu sinus 4, bu kosinus 4 birləşir, nəyi verir mənə? 4x-in də 2 misli, yəni sinus 8x bərabərdir 1. İndi gedirik bu tənliyə həll eləyək. Sinus 1-i harda alırdı? 90 dərəcə üstə gəlinsin pikallarda, yəni 180 kallarda. Tənliklərin kökünün sayı soruşduğuna görə radianın yerinə dərəcə ilə vermək daha asan olar da. İndi gəlin bölək bunları bir-bir. 90-ı 8-ə bölürəm, eləyir 11/4-1, yəni 11/25. Üstə gəl 180-i 8-ə bölürəm, bu da eləyir 22/5k. Və bizdən köklər sayı soruşur deyə k-nın yerinə qiymətlər vermək lazım olacaq. Əvvəl k-nın yerinə ağlıma gəlir ki, -1 verim. Amma mənfi verəndə uşaqlar, baxın lap yazıram. -1 versəm, x-in özü deyilir ki, 11/25 çıx 22/5. Yəni -1 ədəd eləyəcək. Amma bizdən nəyi soruşmuşdu? Demişdi ki, tənliyin kökü 0-dan 90 aralığında olsun, yəni müsbət olsun da. Onda bunu götürmürəm. K -1 olmadı. Yazıram k bərabərdir 0. K 0 olsa x nəyə bərabər olur? 22/5-i 0-a vurdum, 11/25 ilə topladım. Verdi 11/25. K-ya yazdım 1. 1 olsa 22/5, 1-ə vurdum, topladım bu birisi ilə. X bərabər olur deməli 33/75-ə. K-ya verirəm 2. 2 verəndə də ödəyəcək. 22/5-i 2-yə vururam, eləyir 45. 45 ilə 11-i toplayıram, eləyir 56/25. Bu da 0-90 arasıdır. K-ya verirəm 3. 3 verirəm. 22/5-i 3-ə vuranda eləyir 67/5, düzdürmü? Bunu da üstünə 67/5, 11/25-i gələndə. Bu da yenə 78/75 eləyir. Bu da ödəyirlər. Deməli, K-ya 1, 2, 3, 4. 4 dənə qiymət verdikdə 4 cür müxtəlif cavablar alınır və hər biri 0-90 arasında yerləşir. Ona görə kök sayı soruşursa, x-ları da saya bilərsiniz və ya k-ları da saya bilərsiniz. 4 dənə kökü olacaq bu tənliyin. 20-ci sualdan davam eləyək. AB-nin yerinə yazıb kök altında 73, BC-nin yerinə yazıb 5. CD ilə də AD-nin heç birinin qiymətini verməyib, amma aralarındakı münasibəti veriblər. İndi baxın uşaqlar, BD hipotenuzu həm aşağıdakı, həm də yuxarıdakı düzbucaqlı üçbucaqların ortaq hipotenuzlarıdır. Onda 2 dəfə Pifaqor verib bərabərləşdirək. Yazıram. Kök 73-ün kvadratı üstə gəl x-in kvadratı bərabərdir. Yuxarı üçün deyək. 5-in kvadratı üstə gəl, 2x-in çölündən kvadratı. Nə alındığına baxaq. 73 plus x kvadrat, 25 plus 4x kvadratıdır. X-ları bir-birlərindən çıxaq, ədədləri də çıxdıqda nə qalır? 48. Böldükdə 3-ə neçə eləyirdilər? 16. Kvadratı 16 eləyən ədədlər plus minus 4. Amma həndəsə hansını götürürdü? Müsbət olanı. Deməli, AD-nin uzunluğu x-dan işarə eləmişdim. O da 4-ə bərabər oldu. Keçək ki, 21-ci suala. 21-ci sualda paralelipipedin həcmini veribdir ki, bizə bu formadadır və bilirik ki, bərabərdir ABC-yə. Onu əvvəlcə qeyd edək. 2x-in kubu çıxılsın 54-də ortaq vuruq kimi 2-ni alsam. X kubu çıx 27 eləyər. Burada müxtəsərdəki kublar fərqi düsturunu versəm. X-in kvadratı üstə gəl 3x, üstə gəl 9. Yəni A kubu çıx B kubu necə açılırdı? A minus B, A kvadratı AB, üstə gəl B kvadratı belə açılırdı. İndi hündürlüyünün qiymətini bizə bərabərləşdiribdir C-yə. Yəni C daha doğrusu bərabərləşdiribdir 2-yə. A-nı bərabərləşdiribdir x minus 3-ə. Qalır geriyə B-nin tapılması. Deməli, baxaq uşaqlar, ABC şəklində yazası olsaq, A-nın yerinə yazıram, bunun yerinə daha doğrusu C yerinə 2, x minus 3, burada B yazdım. X minus 3-lər hər ikisində var. Bunlar gedir. 2 də 2 ilə gedir. Deməli, B nəyə bərabər imiş ay uşaqlar? X kvadratı plus 3x minus 9-a. İndi bu adam məndən nəyi soruşur? Deyir, tap. Bu qədər əziyyətdən keçmişsən. S-tamı da tap. S-tamın formulu nə idi? 2 dənə AB, AC, bir də ki BC kimi götürürdük, düzdürmü? Hər biri var əlimizdə. Baxın, A da var, B də var, C də var. Bunları qoşa-qoşa vurmaq lazım olacaq bizə. Yazıram, 2 vurulsun. S-tamdan gedir söhbət. 2 vurulsun. AC yazıram. 2 vur x minus 3 ifadəsi. Üstə gəl. BC yazıram. 2 vur. BC-nin qiyməti 2-dir. Qabaqda yazdım. B-nin yazıram. X kvadrat 3x minus 9. Bir də qaldı geriyə AB. AB-də də yazıram. X minus 3. X-in kvadratı üstə gəlinsin. 3x minus 9. Belə bir ifadə elədi və bir dənə də böyük mötərizə qoydu. Gedək indi bunların açılmasına. 2'yi vurulsun. Burayla işimiz yoxdur. 2'ni içəriyə vururam. 2x minus 6. 2'ni burada da içəriyə vururam. 2x kvadratı plus 6x minus 18. Daha doğrusu plus 9 olmalıdır burada. Bunları düzəldək. Plus 9 idilər. Deməli, bunun qiymətlərini tapaq.
Onda buranı da dəyişdirək ki, plus 18 olsun. Bir də qaldı geriyə bu ifadə. Buradakı kublar fərqi ilə demişdik də bayaq nəyə bərabər idi? X-in kubu çıx 3-ün kubu. 27 şəklində edilir. İndi içərini səliqəyə salaq uşaqlar. 2 vur. Birinci x-in kubunu yazıram. Yazım getsin. X-in kubu. X-in kvadratı başqa yoxdur. 2x-in kvadratı. Sonra 2x ilə 6x-i topladım, elədilər geriyə 8x. Sonra nə qaldı geriyə? -6 müsbət 18 eləyir, deməli 12. 12-dən də 27 çıxanda nə qalırdı geriyə bu? Paylama ilə vurub aça da bilərik. 2x-in kubu, 4x-in kvadratı, 16x çıxılsın nə? 30. Yəni bu da düzgün cavabdır, bu da düzgün cavabdır. Hər ikisi düzgündürlər uşaqlar. Keçək 22-ci suala. 22-də nə veriblər? Bu fiqurun sahəsinin tapılmasını istəyir. Bura 30 olur, bura 60 olur, o özümüz bilirik 90'lar deyə. 30'un qarşısındakı hipotenuzun yarısıdır. Bura 5'dir. Bura olacaq 5 kök altda 3. Yenə 30'un qarşısındakına 5 yazıb 60'ın qarşısındakına 5 kök 3 deyirik. 5 kök 3 ilə 5 kök 3'ü toplayanda nə verirlər bizə? 10 kök 3. Gedərikmi 2də 1 AH sahə formuluna? 2də 1'ini yazdım. Tərəfi neçə qəbul elədim? 10 kökün altında 3. Hündürlüyü neçə tapmışdım? 5. İndi baxın 2-2də 1 ilə 10 gedir 5 qalır. 5'i də 5'ə vururam 25. Yanında da nəyə bərabər olacaqdı? Kökün altında 3'ə. 23'ə baxaq. Uzunluğu enindən 8 sm çox olan 3 dənə eyni düzbucaqlı təsvir olunubdur. Bura x-dırsa, deməli bura x plus 8'dir. Və AB məsafəsinə 76 deyib. Bunlar bərabər idilər. Onda bu hissədə x plus 8'dirlər. Yazaq. X plus 8 x və yenə x plus 8 bərabərdir neçəyə? 76'ya. 3x müsbət 16 bərabər 76. 3x-im 60. X-im də bərabərdir neçəyə? 20'yə. Deməli ölçülər neçəymiş? Bura 20 imiş. Burada neçəyə bərabər idi? Deməli biri 20'dir, biri də 28'dir. 3 dənə düzbucaqlı var idi. 3 dənə 20'nin 28'ə hasili tapılmalıdırlar. Yəni bir növ 28'i əslində biz nəyə vurmalıyıq? 60'a. Vuraq 28'i 60'a 8 12 1680. Deməli S bərabərdir. Neçə eləyəcək bizə uşaqlar? 1680. 4-cü sual uşaqlar ehtimal sualıdır. 6-12 ballıq sualdır. Baxaq. Nələr veriliblər bizə? Deməli 1.70-dən kiçik oğlanlar var və qızlar var. Bunları sistem tənliyindən əvvəlcə həll eləyək. 3y plus 2x 20'dir. 4y plus x da bərabərdir nəyə? 15'ə. Yanaşı yazsağı nə yaranır burada? Sistem. Aşağı tənliyi 2'yə vuraq. 2'yə vurub lap yuxarıda yazıram. 8y 2x 30. Yuxarını olduğu kimi saxladım. Bərabərdir 20. Tənliklərin də bir-birindən çıxaq. 5y 2x'lar getdilər. Burada da çıxdım 10 qaldı. Y neçəyə bərabər oldular? 2'yə. Y-in tapdığım 2 qiymətini hansı tənlikdə istəsəz yerinə yaza bilərsiniz. Məsəl üçün aşağı tənlikdə 4y üstə gəlsin x bərabər idi 15'ə. Burada yerinə yazıram. 4'ü 2'yə vurdum 8. 15'dən də çıxdım daha doğrusu. Bərabər oldular neçəyə? 7'yə. Deməli y-im 2'dir, x-im da 7'dir. Gedək hesablamağa. Y-in yerinə 2 yazıram. Bura eləyir 6. X-in də yerinə 7. Bura oldu 14. Yenə 2 yazmışdım 8. Burada bərabər edilər 7'yə. İndi gedək ehtimala. Ehtimal nə istəyir? Deyir ki, 2 şagird seçəcəyik. Deməli 20 plus 15. Var bizdə neçə şagird? 35. Bunlardan götürdüm ikisini. Biri kim olsun? 1.70'dən balaca oğlan, yəni 6 nəfərdən biri olsun. Digəri kim olsun uşaqlar? 1.70'dən böyük qız. Bunlar da neçə nəfər idilər? 7 nəfər idilər. 7'dən 1. Hesablayaq. Kombinezon 6'dan 1 6 eləyir. 7'dən 1 də elə 7'yə bərabərdir. 35'dən 2'yə baxaq. 35 vur 34. Aşağıda da 2 vur 1 idi. 2'ni burada da yaza bilərik də rahat olsun deyə. Nələr ixtisar gedəcək bir dənə baxaq burada uşaqlar. Deməli 7'ni 35 ilə aparsaq 5 qalır. 6 ilə də ya da 2 ilə də 34 apararam 17 qalardılar. Deməli yuxarıda heç nə qalmadı. Aşağıda qaldı 85. Yuxarıda da qalmışdı neçə? Deməli 6. Ehtimal bərabər olacaqdı 85-də 6'ya. Və keçək axırıncı 25-ci suala. 25-ci sualda rasional tənlikdir. Məxrəclərimiz ortaq deyil kimi görünür. Amma biz bunları eyniləşdirəcəyik. Y plus 2 deyirik. Üstə gəlinsin. Burada baxın azalanla çıxılanın yerini dəyişsəm həmin ifadə eləyər. Ona görə qabağındakı işarəni dəyişdim. Y-in kvadratı çıx 3y elədim. Və yaxud da ki elə belə deyək də. Bunların yerini dəyişib, bunların da yerini dəyişək. 10 çıxılsın 8y verək. İşarə ilə işimiz yoxdur. Ortaq məxrəci yazıram. Ortaq məxrəc olur. Y kvadrat çıx 3y. Yuxarıda isə surətləri toplayırıq bir-birləri ilə. 10 çıx 8y.
Səliqəli yazsaq, y kvadrat çıx 8y plus 12. Aşağıda da y kvadrat çıx 3y bərabərdir nəyə? 0-a. Gedək rasional tənliyi həll eləyək. Rasional tənliyin nə vaxt qiyməti 0-a bərabər olurdu uşaqlar? Surəti 0-a bərabər olsa, bir də əlavə olaraq deyirik ki, məxrəc 0 olmasın. Burada ortaq vuruq kimi y-i də ala bilərdik kənara hətta. Yəni y1 0 olmasın, bir də 3 ola bilməz. Yəni əgər köklərin içərisində 0 ya da 3 çıxsa qarşımıza həmin kökləri götürmürük. Gedək bu tərəfə. Viyyətə görə cəm 8-ə bərabər idi, hasili də 12-yə bərabər idi. Toplayanda 8, vuranda 12 ilə nə dedilər? Hansılardılar? Biri 2 imiş, digəri də 6-ya bərabər imiş. O da bizə kökləri tapın deyirdi və təyin oblasla bağlı da bir problem çıxmır. Yəni y 2-ni də ala bilər, 6-nı da ala bilər. Deməli, tənliyin kökləri cəmini hətta tapın deyirdi. Tənliyin kökləri cəmini yuxarıda da qeyd eləmişdik. Cəm neçəyə bərabər idi? 8-ə. Amma təyin oblasla bağlı əgər söhbətlər varsa, yəni məxrəcə dəyişən varsa, birbaşa 8-i yazmayın. Çünki alınan cavablarda ola bilərdi ki, köklərdən biri məxrəcin də kökü olardı. Yəni orada onu götürmək lazım olmayacaqdı. Ona görə 2 və 6-nı dəqiq tapın və daha sonra dəqiq cəmə gedin ki, 2 plus 6 bərabər olacaqdı 8-ə.